Salam uşaqlar, bu günləri hədəf kursunun 4-cü blok üçün olan sınaq imtahanına baxırıq. Demək, birinci sualımız belədir. Bizə amoniak verilir və amoniakın katalitik oksidləşmə reaksiyası. Amoniak katalitik oksidləşəndə uşaqlar bilirik nə alınır? NO alınır və maqnezium nitritin su ilə reaksiyasında maqnezium hidroksid və bir də nə alınır? NH3 amoniak alınır. İndi bizdən soruşur ki, X və Y üçün, yəni NO ilə NH3 üçün eyni olan nədir? Keyfiyyət tərkibləridir, eynidir. Keyfiyyət tərkibləri eyni olmaq nə deməkdir uşaqlar? Hər ikisi eyni kimyəvi elementdən təşkil olunub. Məsəl üçün, bax, CO, yəni dəm qazından karbon qazı keyfiyyət tərkibləri eynidir. Sayıları, yəni nəzərə alınmır. Hansı eyni kimyəvi elementdən təşkil olunub. Yəni ikisi də karbondan təşkil olunub, ikisi də oksigendən təşkil olunub. Ancaq burada düzdür, bunların hər ikisində azot var, ancaq birində oksigen var, birində də hidrogen var. Ona görə bunların keyfiyyət tərkibləri eyni deyil. Molekulunda atom sayı birincidə 2 atom var, ikincidə 4 atom var. Ona görə bu da eyni deyil. Oksigenlə reaksiya daxil olmaları. Bəli, burada demək NO da oksigenlə reaksiya daxil olur. NO oksigenlə reaksiya daxil olanda hətta bu reaksiya adi şəraitdə gedir. NO2 alınır. Bir də NH3 də, yəni amoniak da oksigenlə iki cürə reaksiya girir. Bir katalitik oksidləşir, bir də saf oksigende yanır. Katalitik oksidləşmə reaksiyası ilə testimizdə verilib NO-dur. Saf oksigende yananda isə N2 ilə H2 alınır. Yəni ona görə də ikisi üçün eyni olan xüsusiyyət üçüncü olur. Yəni oksigenlə reaksiya daxil olmaları. İkinci testimizə baxırıq. Doymuş bir atomlu spirtin 0,5 molunun tam yanmasından alınan suyun kütləsi sərf olunan oksigenin kütləsindən 21 qram azdır. Və spirt molekulda neçə karbon atomu var? Demək, burada bizdə uşaqlar 0,5 molunun deyir 21 qram azdır. Yəni alınan suyun kütləsi oksigenin kütləsindən 21 qram azdır spirt yananda. Biz də bunu 1 mol üçün götürək. Spirtlərin demək, əgər 0,5 molunda 21 qram azdırsa, bəs 1 molunda nə qədər azdır? Tapırıq ki, 42 qram azdır. Spirtlərin yanma tənliyi demək CnH2n plus 2O demək 3N bölünsün ki, O2 oksigenin əmsalı idi. M mol CO2 və M plus 1 molda nə alınırdı? H2O alınırdı. Demək, biz burada oksigenin kütləsini tapsaq, əmsalı 3N bölünsün 2-dir. Onu da vursaq 32-yə, oksigenin kütləsi eləyəcək 48N. Suyun kütləsi neçə eləyəcək? 18N plus 18. Yəni 1 mol spirt yananda 48N qram oksigen sərf olunur və 18N plus 18 qədər də nə alınır? Su alınır. İndi bizdə deyir ki, suyun kütləsi demək 1 mol üçün 42 qram azdır. Ona görə yazırıq ki, bunları bir-birinə bərabər eləsək, 48N bərabərdir 18N plus 18. Demək, suyun kütləsi az olduğu üçün 42 qram, 42-ni də üstünə gəlirik. Çünki bunu biz bərabərləşdirmək üçün. Demək, onda buradan olacaq 30N bərabərdir 60-a, N də nəyə bərabərdir? 2-yə. Demək, spirt molekulunda neçə karbon atomu var imiş? 2 karbon atomu var imiş. Demək, üçüncü testə baxırıq. 31 qram kalium nitrat parçalanmasından alınan kalium nitratın parçalanmasından sonra 15 qram deyir, bərik qalıq qalıb. Kalium nitrat parçalananda uşaqlar bilirik ki, demək, oksigenin laboratoriyada alınma reaksiyasıdır. Kalium nitritlə oksigen alınır. Yəni, buradan kütlənin azalmasına səbəb burada alınan oksigendir. Burada demək, bərk qalıq isə kalium nitrit də aydın məsələdir ki, yəni bizdə maddə 31 qram imiş, parçalanıb qalıb 15 qram. Demək, burada 16 qram qaz nə edib? Uçub. Yəni kütlə onca azalıb. 16 qram oksigen qazı demək, uçub getdiyinə görə. İndi bizdən soruşur ki, ayrılan qazın həcmi nə qədərdir? 32 qram oksigen 22,4 litr həcm tutur. Onda 16 qram oksigen nə qədər həcm tutacaq? XO da eləyəcək 11,2 litr. Cavabımız olacaq Y variantı. Dördüncü testə baxırıq. Uşaqlar, hansı birləşmə nitro birləşmələrə aiddir? Demək, nitro birləşmələrlə nitrat turşusundan spirtlərin əmələ gətirdiyi mürəkkəb efiri bir-birinə oxşardır. Demişdik ki, əgər bu mürəkkəb efirdirsə, radikalla NO2 arasında bir oksigen atomu olur. Bax, bu mürəkkəb efirdir. Məsələn, ikinci də mürəkkəb efirdir, üçüncü də mürəkkəb efirdir. Ancaq dördüncü nədir? Nitro birləşmədir. Yəni, cavabımız olur nə? D variantı. Çünki NO2 radikala birbaşa birləşib, onda nitro birləşmə olur. 5-ci testə baxırıq. Tərkibində N sayda karbon atomu olan doymuş bir əsaslı karbon turşularında
bir molekulunda sigma rabitələrinin ümumi sayını hesablayın. Demək, karbon turşularının ümumi formulu belə idi. CnH2nO2. Ümumi atom sayı 3n+2-dir. Biz də demişdik ki, ümumi atom sayı 3n+2 olanda sigma rabitələrinin sayı atom sayından bir vahid əskik olurdu. Hansı ki, bu açıq zəncirli üzvü maddələrə aiddir. Bunun atomlarının sayı 3n+2-dirsə, ümumi sigma rabitələrinin sayı nə olacaq? Biri əskik, 3n+1, yəni D variantı. 6-cı testə baxırıq. Kalsiumla nitrat turşusunun reaksiyasıdır. Demək, reaksiyamızı əvvəlcə əmsallaşdıraq. Demək, burada 5-dən gəlib müsbət 1-ə, burada 0-dan müsbət 2-yə gəlib. Demək, 8 elektron demək, neyini alıb, 2 elektron da verib. İxtisar gəlsə, burada 4 düşəcək, burada 4 düşür. Sonra bura 10 düşəcək, suyun qarşısına düşəcək 5 əmsalı. İndi gəlin görək bizdən nə istəyir. Reaksiyada reduksiya edici 8 mol elektron vermişsə, reaksiyadan alınan suyun mol miqdarını hesablayın. Burada reduksiya edici uşaqlar kalsiumdur. Kalsium 0-dan müsbət 2-yə gəlib, yəni 2 elektron veribdir. Ancaq 4 dənə kalsiumumuz gəlib müsbət 2-yə. Demək, biri 2 elektron veribsə, 4-ü 8 elektron verib. Elə nəzəri tənlikdə kimidir bizə verdiyi sualda. Və bu zaman deyir, neçə mol su alınıb? Baxırıq, bu zaman neçə mol su alınıb? 5 mol su alınıb, cavab olur Y variantı. Hansı aldehidin reduksiyasından 3 metil butanol bir əmələ gəlir? Demək, uşaqlar, aldehidin reduksiyasından 3 metil butanol bir əmələ gəlir. Demək, uzun zəncirində 4 karbon atomu olmalıdır. Bu birincidə 4 karbon atomu var. Demək, burada H2 reduksiya olub OH yazılsa 1, 2. Bu radikaldır uşaqlar. Əgər belə mötərizədə yazırsa, yəni biz normalda belə aşağı çəkib yazırıq da, qoy elə yazım onun formulunu. Demək, CH3, CH2, CH2OH. Yəni, bu maddə budur. Həmin bax, bu A variantında olan maddədir. Yəni, burada da 1, 2, 3 metil, butanol 1. Elə cavab olacaq nə? A variantı olacaq. 8-ci testlə davam edirik uşaqlar. Demək, normal şəraitdə metil formiyata aid olan ifadələri müəyyən edin. Demək, metil formiyat qarışqa turşusundan metil spirtinin əmələ gətirdiyi nədir? Mürəkkəb efirdir. Demək, gəlin görək, bunun üçün doğru ifadələri deyil, müəyyən edin. Uçucu mayedir, bəli, mürəkkəb efirlər uçucu mayedir, bu doğrudur. Xoşiyə malikdir, bəli, mürəkkəb efirlər xoşiyə malikdir. Hətta, məsəl üçün, meyvələrdə, məsələn, tutaq armudda xoş armud qoxusunun olması, onda armud efirinin, məsələn, bitkin çiçəklərdə xoş, məsəl üçün, ətirli çiçəklərdə də onlarda xoş ətirin olması, efirlərin olması. Ona görə efirlərin əksəriyyəti xoşiyə malikdir. Suda həll olur, bəli, hidrolizə uğrayır, bəli. Və bu hidrolizə uğrayanda nə əmələ gəlirdi? Demək, hidrolizə uğrayanda əmələ gələcək burada qarışqa turşusu və bir də metil spirti. Yəni, hidrolizə uğrayanda başlanğıc maddələrdə nədən əmələ gəlibsə, həmin maddə əmələ gəlir, o da doğrudur. Tərkibində OH qrupu var, xeyr, bunun belə molekuluna baxırıq burada, tərkibində OH qrupu yoxdur. Aldehid, demək, mürəkkəb efir funksional qrupu var, ona görə cavab olur nə? 1, 2, 3, 4. Aşağıdakı reaksiya, 9-cu testə baxaq. Aşağıdakı reaksiya tənliklərinin hansılarında mürəkkəb efirlər alınır? Mürəkkəb efirlər uşaqlar spirtlərlə turşulardan alınır. Turşular üzvü turşularda ola bilər. Turşular qeyri-üzvü oksigenli turşularda ola bilər. Yəni, oksigensiz turşular ola bilməz. Ona görə birinci doğrudur, spirtdir, oksigenli qeyri-üzvü turşudur. İkinci, bəli, spirtdir və üzvü turşudur. Üçüncü isə oksigensiz qeyri-üzvü turşudur. Ona görə bundan ola bilməz. Dördüncü isə yenə 2 atomlu spirtdir və bu da nitrat turşusudur. Bəli, buradan da mürəkkəb efir alınır. Onda cavabımız olur 1, 2 və 4 C variantı. 10-cuya baxırıq. Hansı iri molekulu birləşmə polikondensləşmə reaksiyası ilə alınır? Demişdik ki, polimerləşmədən fərqli olaraq polikondensləşmədə M molekula su alınır. Yəni, makromolekulla bərabər su molekulu da alınır. Bu vinil xloriddə xeyri polimerləşmə iləndir. Polimetil metakrilatda bu da həmçinin polimerləşmədir. Burada selyoza və lafsan hər ikisi polikondensləşmə reaksiyası ilə alınır. Ona görə cavabımız olur nə? 2 ilə 3. 11-ci testə baxırıq. Natrium hidrokarbonat üçün hansı ifadə doğrudur? Karbon qazı ilə reaksiya daxil olur. Xeyr, bu karbon qazı ilə reaksiya daxil olmur.
Suda məhlul lakmusu qızardır. Suda məhlul lakmusu qızartmaz. Çünki burada turşu zəif turşudur. Qızdırdıqda parçalanır. Bəli, natrium hidrokarbonat qızdırıldıqda parçalanır. Bu zamanları natrium karbonat, demək karbon qazı və su əmələ gəlir. Ona görə də cavabımız olacaq nə? C variantı. D-yə də baxaq, burada nə deyir? Deyir, xlorid turşusu reaksiya daxil olmur. Xeyr, daxil olur. Çünki zəif turşudur. Xlorid turşusu onu çıxarda bilər. Natrium OH-la reaksiya daxil olmur. Xeyr, natrium OH-la reaksiya daxil olub. Natrium karbonat, yəni normal duza çevrilir. 12-ci testə baxırıq. Demək, bizə verib X xlor ki, suda məhlulu verdiyi mühit turuşdur. Aydın məsələdə onda X necə metaldır? Zəif metaldır. Və ikinci maddəyə baxırıq. Natrium Y-dən əmələ gəlir və neytraldır. Demək, yaratdığı mühit, demək, onda Y nədir? Qüvvətlidir. Onda X-la Y-dən əmələ gəlibsə, demək, bu nədən əmələ gəlib? Zəif əsas, qüvvət, demək, zəif əsas, qüvvətli turşudan əmələ gəlib. İndi gəlin görək, bunlar üçün hansı ifadələr doğrudur? Hidroliz edir, bəli, hidroliz edir. Çünki biz demişdik, hidroliz etməsi üçün duzun, onu əmələ gətirən ya əsas, ya turşu ikisindən biri zəif olmalıdır. Bir də duz suda həll olan olmalıdır. İndi burada həll olması haqqında bir söz demir, ancaq hər ikisi biri zəif, biri qüvvətlisə, demək hidrolizə uğrayır. Demək X orta aktiv metal ola bilər. X orta aktiv metal ola bilər. Bəli, ola bilər orta aktiv metal, çünki iki valentlidir və zəifdir, orta aktiv metal ola bilər. Yəni bu da doğrudur. Demək Y halogen ola bilər. Bəli, Y də halogen ola bilər, çünki halogenlərdən flordan başqa qalanların əmələ gətirdiyi turşular qüvvətli turşudur. Ona görə 4 də doğru ola bilər. Baxaq görək. 1, 3, 4. Y variantı 3 dənə cavab var. Elə bildim 3 dənə cavab yoxdur. Sonra 13-cü testə baxırıq. Demək, qatı sulfat turşusundan bir də duru sulfat turşusuna reaksiya girir, X metalı. Qatı ilə reaksiya girəndə H2S əmələ gəlir. Demək, bu qələvi metal imiş və yaxud qələvi torpaqda hər ikisindən H2S çıxır. Qatı sulfat turşusuna reaksiya girəndə və duru sulfat turşusuna reaksiya girəndə hidrogen çıxır. Cavabımız ya B-dir, ya C-dir, ya Y-dir. Sonra Y-si SO2 ilə reaksiya girir, daha doğrusu sulfat turşusuna reaksiya girir, SO2 çıxır. Ancaq duru sulfat turşusuna reaksiya girmir. Aydın məsələdir ki, bu pozitiv metallara aiddir. Pozitiv metallar yalnız qatı sulfatına reaksiya girir, ondan da SO2 çıxırdı. Və üçüncü Z qatı sulfat turşusuna reaksiya girəndə SO2 çıxır, duru sulfat turşusuna reaksiya girəndə isə H2 çıxır. Bu da dəmirdir. Cavabımız demək nə uyğun gəlir? C variantı uyğun gəlir. 14-ə baxırıq. Doğru ifadələri müəyyən edin. İkili spirtlərin oksidləşməsindən aldehid alınır. Xeyr, ikili spirtlərin oksidləşməsindən keton alınırdı. Ketonlar gümüş güzgü reaksiyasına daxil olmur. Bəli, aldehidlər gümüş güzgü reaksiyasına daxil olurdu. Mis-2 hidroksidin oksidləşmə reaksiyasına daxil olurdu. Birli spirtlərin oksidləşməsindən aldehid alınır. Bəli, birli spirtlərin oksidləşməsindən aldehid alınırdı. İkili spirtlərin oksidləşməsindən nə alınırdı? Ketonlar alınırdı. Ona görə cavabımız olacaq nə? 2 ilə 3. 15-ci testə baxırıq. Demək, birinci bizə aldehid verib, ikinci turşunun quruluşunu verib, üçüncü də spirt verib. Deyir, karbon atomlarının sayı hamısı eynidir. Biz burada hərəsinə bir nümunə götürək. Məsəl üçün, götürək, tutaq ki, 2 karbonu olan aldehid. Məsəl üçün, götürək sirkə aldehidi. Sonra 2 karbonu olan turşu. Məsəl üçün, götürək sirkə turşusu. Və bir də aydın məsələdir ki, etil spirti, 2 karbonu olan spirt götürək. İndi deyək ki, bunlarda karbon atomlarının sayı eynidir. Maddələrin, demək, X, Y, Z maddələrinin molekulunda atomların sayını artma sırası ilə düzün. Burada birincinin atomlarının sayısı demək 4/7 eləyir, ikinci 8 eləyir atomlarının sayı, üçüncü isə demək neçə elədim? 4. Demək, üçü də bu 7, 9 eləyir. Demək, onda bu nədir? D-dir, bu B-dir, bu da A-dır. Onda nə olacaq? D böyükdür B-dən, o da böyükdür A-dan olacaq. Cavab hansı uyğun gələcək? B variantı uyğun gələcək. 16-cı testə baxaq, uşaqlar. 16-cı testdə cavab variantı yoxdur. Yəni, testin özündə səhvlik var. Ancaq ki, cavab çıxartmaq olur. Yəni, indi hər kəs öz cavab variantını götürə bilər. Yəni, demək,
Sualda belədir ki, 5,4 qram alüminium artıq miqdarda götürülmüş klorid turşusu reaksiyasından ayrılan hidrogen qazı neçə qram dəmirin artıq miqdarda götürülmüş duru sulfat turşusu ilə reaksiyasından ayrılır. Bilirik ki, alüminium 3 valentlidir və 1 mol alüminiumun, yəni 27 qram alüminiumun turşu ilə reaksiyasından 1,5 mol nə çıxacaq? Hidrogen çıxacaq. İndi burada isə 5,4 qram alüminiumdur. Ondan da çıxar X. X da nəyə bərabər olar? Demək, burada qalsa 1, burada qalsa 0,2, o da eləyəcək 0,3 mol. 0,3 mol demək bizim hidrogenimiz çıxıb. İndi bizim bu 0,3 mol hidrogen neçə qram dəmirin sulfat turşusuna reaksiyasından çıxır? Duru sulfat turşusundan dəmirin ekvivalentli duz alınırdı uşaqlar. Ona görə də ekvivalentli duz alındığı üçün demək duru sulfat turşusundan 1 mol dəmir reaksiyaya girəndə nə alınacaq? 1 mol hidrogen alınacaq. Yəni 56 qram dəmir reaksiyaya girəndə 56 qram 1 moldur. 1 mol nə alınır? Hidrogen alınır. Bəs 0,3 mol üçün nə olacaq? X olacaq. Demək X-imizi buradan tapsaq eləyəcək 16,8. Demək 16,8 qram dəmir götürmək lazımdır. Cavab yoxdur. Burada heç bir cavab uyğun gəlmir. Cavab 16,8-dir. 17-ci testə baxırıq. Demək həcmi 2 litr olan qapalı qabda ozonun oksigenə çevrilməsi zamanı tarazlıq yaranır. Biz bilirik ki, demək ozonun oksigenə çevrilməsi, yəni 2 mol ozon çevrilir 3 mol oksigenə. Və deyir, bu zamanlar tarazlıq yaranır və tarazlıq sabiti K 0,5-ə bərabərdir və qabda oksigenin mol sayı ozonun mol sayına bərabər olur. Demək, bilmirik başdan nə qədər bizim ozonumuz var imiş. Demək, bunu A ilə işarələsək, A-2x olsa, burada 3x qədər nə alınır uşaqlar? Burada 3x qədər oksigen alınır. Yəni, demişdik ki, hər bir maddə öz əmsalı qədər sərf olunur, öz əmsalı qədər alınır. Ona əsasən 2x, 3x götürürük. Demək, burada deyir ki, reaksiya qutardıqdan sonra azonun mol sayı oksigenin mol sayına bərabər olunur. Yəni, A-2x bərabərdir 3x-ə. Onda A buradan nəyə bərabər olar? A bərabər olar 5x-ə. Demək, başlandan bizim 5x qədər nəyimiz var imiş? Ozonumuz var imiş. Və indi nə istəyir axırda bizdə? Sayına qədər bərabər qaz qarışığının mol sayını. Demək, qabda oksigenin mol sayı ozonun mol sayına bərabər olarsa, qaz qarışığının mol sayını hesablayındır. Aydın məsələdir ki, bu 5x idi. Bundan da 2x istifadə olundu. İstifadə olundu, qaldı 3x mol və 3x molda nə alınmışdı? Oksigen alınmışdı. İndi demək, burada bunların moludur. Biz indi buradan x-i tapmalıyıq. Ona görə qabın həcmi 2 litrdir. Demək, olan bu molları qatlığa çevirmək üçün nə edirik? Qabın həcminə bölürük. Yəni ki, burada düsturumuz belə idi da, S bərabərdir, N bölünsün V düsturundan. İndi əvvəlcə biz tarazlıq qatlığında tarazlıq tapmaq üçün hansı nədən istifadə edirdik? Qatılıqdan istifadə edirdik, tarazlıq qatlığından. Yəni biz tarazlıq molunu tapmışıq və indi onu qatlığa çevirmək üçün qabın həcminə bölməliyik. Və buradan da K 0,5-dir. Demək 0,5 bərabərdir. Bu tərəfdə 3 mol oksigen alınıb. Demək, bunu bölsək olacaq 1,5 x-in kubu bölünsün 1,5 x-in nəyinə? Kvadratına. Buradan da bu kubla bu getsə qalacaq 1,5 x. X-imizi buradan tapsaq nə eləyər? Demək, 0,5-i demək 0,5-i bölərik 1,5-ə. Bu da bizim x-imiz olar. Bu da nəyə bərabər olar? Demək, x da buradan bərabər olar 3-də 1-ə. İndi bizdən soruşur ki, demək, x-in qiymətini tapdıq 3-də 1. İndi bizdən soruşur ki, qaz qarışığının mol miqdarını. Qaz qarışığımız, demək, burada nə qədər qalmışdı? 3x qədər qalmışdı. Burada da 3x qədər alınmışdı. X-i tapdıqda 3-də 1-dir. Yəni, 3-ü vururuq 3-də 1-ə. Burada eləyir 1 mol. Burada da yenə
3'ü 3'də 1-ə vursaq, burada da 1 mol eləyəcək. Demək, qabda cəmi neçə mol qaz qarışığı qalıbmış? 2 mol qaz qarışığı qalıbmış. Ona görə cavabımız olur A variantı. 18-ci testdə baxırıq. Molekulunda bərabər sayda karbon atomu olan aldehid və ketonlar üçün ümumi olan nədir? Demək, ümumi formulları eynidir. Nə ümumi? Deyir ki, ifadələr üçün ümumi deyil. Ümumi olmayanı soruşur. Aldehid və ketonlar üçün ümumi olmayanı soruşur. Ümumi formulları eynidir. Bəli, bu demək doğrudur. Bizdən səhv istədiyinə görə götürmürük. Gümüş güzgü reaksiyasına daxil olur. Xeyr, gümüş güzgü reaksiyasına aldehid daxil olacaq, keton daxil olmayacaq. İkili spirtlərin oksidləşməsindən alır. Xeyr, bu da hər ikisi üçün eyni deyil. Ketonlar ikili spirtin oksidləşməsindən alınır. Ona görə bu səhv soruşduğu üçün biri də bu olacaq. Hidrogenləşdikdə eyni maddələr alınır. Xeyr, hidrogenləşdikdə aldehidlərdən birli spirt alınır, ketonlardan ikili spirt alınır. Ona görə də bu da doğru deyil. Ona görə cavabımız olacaq 2, 3, 4, nə? Y variantı. Sonra keçirik növbəti demək 19-cu testdə. Demək, bizə verilib polimer üzvü şüşədir. Üzvü şüşənin formulu uşaqlar polimer şəklində olur. Polimetil metakrilatdır. Demək, quruluşu CH3. Demək, CO, CH3 bu şəkildə polimetil metakrilatın quruluşu bu formadadır. Yəni, M-mol. Bizə deyir, molekulunda hidrogen atomlarının sayı 1600-dür. Demək, baxaq görə bir molekulunda bu neçə hidrogen atom var? İkisi burada, üçü burada, üçü də burada, elədir 8. Yəni, birində 8-dirsə, onda 1600 hidrogen atom olsa, demək, bu nəyi soruşur? Axırda deyir, K-çukun polimerləşmə dərəcəsini hesablayın. Bu da neçə eləyəcək? Eləyəcək 2000. Yəni, 2000 dərəcə polimerləşib, bir ki, tərkibində nə var imiş? 1600 hidrogen atomu var imiş. Sonra 20-ci testə baxırıq. Simmetrik sadə efiri seçin və siniflər arası izomerinin bir molekulunda olan karbon-hidrogen rabitəsinin sayını hesablayın. Simmetrik sadə efir burada demək metil etil efiri, yəni hər iki tərəfində simmetrik sadə efirdirsə, hər iki tərəfində eyni radikal olmalıdır. Propil izopropil efiri dimetil efiri, yəni bu dimetil efiri simmetrik sadə efirdir və burada deyir ki, siniflər arası izomerinin bir molekulundan karbon-hidrogen rabitələrini hesablayın. Bunun siniflər arası izomeri spirtlərdir və dimetil efirinin spirtlər arası izomeri etil spirtidir və onun da karbon-hidrogen rabitəsi 5 dənədir. 3'ü buradadır, 2'si buradadır. Ona görə cavabımız olacaq C variantı. 21-ciyə baxırıq. Akril turşusu haqqında hansı ifadə doğrudur? Akril turşusunun formulunu yazaq uşaqlar. Demək, doymamış turşudur. 2 qat rabitəsi var. İndi görək bunun üçün hansı doğrudur? 1 molu 2 mol hidrogenlə reaksiya girir. Yox, bizə dəqiq birincidən başlayaq. A variantı. Molekulunda 2 pi rabitəsi var. Bəli, bir burada pi rabitəsi var. Bir də turşu funksional qrupunda bunu açıq şəkildə yazsaq, belə yazırıq. Oksigen, OH molekulunda 2 pi rabitəsi var. Cavab elə A variantı olacaq. 1 mol 2 mol hidrogen birləşdirir. Xeyr, 1 mol hidrogen birləşdirir. Çünki birləşən hidrogen radikala birləşir. Doymamış bir atomlu spirtlərə reaksiya girərək mürəkkəb efir 1 molu 2 mol deyir spirtlə reaksiya girir. Xeyr, 1 molu 1 mol spirtlə reaksiya girir. Molekulunda 2 funksional qrup saxlayır. Xeyr, 1 funksional qrup saxlayır. Turşu funksional qrupu. Molekulunda 1 pi rabitəsi var. Xeyr, 2 pi rabitəsi var. 22-ci testə baxırıq. 22,4 litr azotdan neçə kiloqram 50% nitrat turşusu məhlulu almaq olar? Demək, 224 litr azotdan. Demək, azotdan indeksində 2 olduğu üçün 1 molundan 2 moluna alınır, nitrat turşusu alınır. Deyir ki, neçə kiloqram 50% nitrat turşusu məhlulu almaq olar? 2 mol nitrat turşusu da uşaqlar eləyir. Neçə? Biri 63'dür, 126 qram. Yəni 1 molundan 126 qram alınır. Bu da 224 litrdirsə, 200 demək 10 moldur da. 10 moldan nə qədər alınacaq? 10 moldan alınacaq 1260 qram nitrat turşusu alınacaq 10 molundan və neçə kiloqram deyir 50% nitrat turşusu məhlulu almaq olar. Demək bu nitrat turşusunun kütləsində məhlulu nə qədər olacaq? Demək 50
bərabərdir. 1260 vurulsun 100 bölünsün x. Burada 1 qalsa, burada 2 qalsa, o da neçə eləyəcək? Eləyəcək 2520 qram və bizdən kiloqramla istədiyi üçün biz bunu kiloqrama çöndü. 2 tam %52 kiloqram cavab olacaq nə? A variantı. Sonra baxırıq 23-cü testdə hansı reaksiyalarda oksidləşdirici və reduksiya edici müxtəlif maddə molekullarındadır. Yəni molekullar arası deyir, oksidləşmə reduksiya reaksiyasıdır. Birinci disproporsiyalaşma oksidləşmə reduksiya reaksiyası. Çünki oksidləşdirici də xlordur, reduksiya edici də xlordur. Həm müsbət 5-ə gəlib, həm mənfi 1-ə gəlib. Ona görə bu molekullar arası deyil. İkinci də oksidləşdirici və reduksiya edici müxtəlif molekullardadır. Ancaq molekullar arası deyil, bu konmutasiyadır. Ancaq bizdə burada demir ki, molekullar arası olsun. Nə deyir ki, oksidləşdirici və reduksiya edici müxtəlif maddə molekullarındadır. Ona görə 2-ni götürürük. Üçüncüdə də həmçinin hidrogenlə karbondur burada oksidləşdirici və reduksiya edici oksidləşmə dərəcəsini dəyişən maddələr. Ona görə də burada da müxtəlif molekullarda yerləşir. Ona görə cavabımızın 1-də 3-dür. Ancaq 4-cü oksidləşdirici və reduksiya edici eyni molekulların daxilində də molekul daxili oksidləşmə reduksiya reaksiyasına aiddir. 24-cü testdə baxırıq. 4 mol CO ilə 1,5 mol oksigen qazları arasında reaksiya axıra qədər gedir. Alınan qaz qarşılığında bir orta molyar kütləsini tapın. Demək, reaksiyamızı yazaq əvvəlcə. Demək, CO ilə oksigenin reaksiyası alınır nə? CO2. Reaksiyamızı yazdıqdan sonra ikinci nə etməliyik? Reaksiyamızı əmsallaşdırmalıyıq. Demək, burada aza görə, çoxa görə baxmalıyıq uşaqlar. Burada baxıb görürük ki, demək 2 mol bundan reaksiya girəndə 1 mol bundan reaksiya girir. İndi bizə verib 4 mol CO, 1,5 mol da nə verib? Oksigen verib. Demək, bu bizə veriləni nəzəri tənlikdəkdə nə edirik? Bölürük ki, aza görə, çoxa görə tapılanı hansından tənasüb qurmalıyıq onu tapaq. Demək, 4-ü 2-yə bölürük. Düşür ki, 1,5-i də bölürük 1-ə, düşür 1,5. Demək, bizim az olan oksigenimizdir. Ona görə biz tənasübümüzü oksigenə görə qururuq. Demək, oksigen demək, burada tamamilə sərf olunacaq. Tamamilə sərf olunacaq. Yəni, biz bunu hesablamada istifadə eləmirik. Yəni, bu tapdığımız ədədir. Sadəcə olaraq biz də burada tənasübümüzü oksigenə mi, yoxsa karbon monoksidə mi görə qurulmaq lazımdır. Onda istifadə edəcəyik. Tapdıq ki, bizim az olan oksigenimiz də artıq qalan karbon monoksidimiz olacaq. Ona görə yazırıq 2-yə 1 gedirsə 1,5 mol oksigenə nə qədər karbon monoksid sərf olunar? X o da bərabər olar 3 mola. Demək, bax, doğrudan da gördük ki, 4 mol karbon monoksiddən 3 istifadə olundu və biri neynədir? Artıq qaldı. Və buradan görürük ki, tənlikdən 2 mol karbon monoksid sərf olundu, 2 mol karbon qazı alınır. İndi bizdə nə qədər karbon monoksid sərf olundu? 3 mol sərf olundu. Onda demək 3 molda nə alınıb? Karbon qazı alınıb. Demək, bizim 1 mol CO-muz var, karbon monoksidimiz, 3 molumuzda CO2-miz var, karbon dioksid. Deyir, alınan qaz qarşılığının orta molyar kütləsini tapın. Alınan qaz qarşılığının orta molyar kütləsini tapmaq üçün düsturumuz belə idi. M orta bərabərdir. Nü1M1 üstünə gəlinsin Nü2M2 bölünsün Nü1 üstünə gəlinsin Nü2-yə. İndi burada hər kəşi öz yerinə qoyuruq. Demək, o da bərabərdir. Nü1-imiz nə qədərdir? 1 mol. M1-imiz karbon monoksid üçün 28-dir. Üstünə gəlinsin 3 vurulsun 44 və məxrəcdə də 1 üstünə gəlinsin 3. Və orta molyar kütləni bu şəkildə tapırıq. İndi buradan hesablayaq, görək neçə eləyir. Demək, sürətli elədi 160, 163-ü də 4-ə böləndə eləyir orta molyar kütləsi 40. Demək, bunların orta molyar kütləsi 40-a bərabər imiş. 25-ci testdə baxırıq uşaqlar. 67,2 litr karbon monoksid almaq üçün neçə qram qarışqa turşusunu qatı sulfat turşusu ilə katalitik təsir etmək lazımdır. Və bu karbon monoksidin laboratoriyada alınma reaksiyası idi. Karbon monoksidi laboratoriyada almaq üçün qatı sulfat turşusunun katalizatorluğundan qarışqa turşusunu nə edirdik? Parçalayırdıq. Yəni, qatı sulfat turşusu burada katalizator rol oynayır. Və reaksiyamızı yazdıqdan sonra reaksiyamızı baxaq, demək, əmsallaşdırmağa ehtiyac yoxdur. Və 67,2 litr karbon monoksid, yəni 3 mol karbon monoksiddir. Baxırıq ki, 46 qramda
1 mol alınırsa 3 mol almaq üçün nə olacaq? X olacaq. Yəni mən nəyə görə burada mola çevirdim 67,2 litri? Yəni hesablamamız asan olsun. Mola da çevirməyə də bilərdik. Belə yaza bilərdik. 46-da 22,4 litrdirsə 67,2-də X-dir. Onsuz da ixtisar gedib bu şəklə düşəcəkdi. Onda da cavab olur nə? 2 demək yox 8 6 dəfə 8 10 138 qram. Demək 138 qram nə götürmək lazım imiş? Qarışqa turşusu götürmək lazım imiş. 26-cı testdə baxırıq. Mürəkkəb efrin tərkibində karbon, oksigen 3-2-yə nisbətində olarsa, bu efrin siniflərarası izomerlərinin sayını müəyyən edin. Demək, mürəkkəb efirdə uşaqlar ümumi formulu belədir. Demək, C-in H2N O2-dir. 2 dənə oksigen atomu var. Yəni 32 qram oksigen atomu var. 32-yi neçəyə böləndə 2 düşər? 16-ya. Demək, bunu neyin 16-ya bölübdür? İndi vururuq 16-ya. Ona görə demək 3-ü də 16-ya vuracaq. Demək, bunun tərkibində 48 qram oksigen olub. Daha doğrusu karbon olub, 32 qram da oksigen olub. 48 qram karbonda neçə karbon deməkdir? 12-yə bölsək, demək 4 karbon atomu olub da. Ona görə demək C4, H demək 8, O2 imiş formul mürəkkəb efirin. İndi deyir ki, siniflər arası izomerlərinin sayını müəyyən edin. Bunların siniflər arası izomerləri uşaqlar demək mürəkkəb efirlər turşularla siniflər arası izomer əmələ gətirir. Demək birini bu şəkildə yaza bilərik. Demək 4 dənə turşuyu ardıcıl şəkildə düzüb bu şəkildə bir dənə siniflər arası izomer. İkinciyi isə demək bu şəkildə yaza bilərik. Başqa necə yaza bilərik? Başqa heç cürə. Yəni 2 dənə siniflər arası izomeri var. Cavab olacaq 2. 27-ci testlə davam edirik uşaqlar. Uyğunluğu müəyyən edin. Oksidləşmə reduksiya reaksiyasının növləri. Molekular arası, demək molekul daxili konmutasiya. Molekular arasında oksidləşdirici və reduksiya edici müxtəlif molekulların daxilində müxtəlif element atomu olurdu. Burada demək mənfi 2-dən kükürt gəlib neçəyə? Müsbət 6-ya. Oksigen isə mənfi 1-dən mənfi 2-yə gəlib. Yəni bu nə oldu? Molekullar arası oksidləşmə reduksiya reaksiyası. Yəni birinciyə aid oldu A. İkinci isə aydın məsələdir ki, bir molekulun daxilində də oksidləşdirici və reduksiya edici. Ona görə bu olacaq molekul daxili oksidləşmə reduksiya reaksiyası. Üçüncü isə demək müxtəlif molekulun daxilində eyni element atomudur və bu olacaq nə? Konmutasiya. Dördüncüyə baxırıq. Yenə bu da molekular arası olacaq uşaqlar. Burada yod mənfi 1-dən 0-a gəlib, brom isə 0-dan mənfi 1-ə gəlib. Yəni molekular arası oksidləşmə reduksiya reaksiyasıdır. Demək C-yə baxırıq. C-də isə yenə kükürt atomudur və müxtəlif molekulların daxilində müxtəlif oksidləşmə dərəcəsində və eyni oksidləşmə dərəcəsinə gəlib. Yəni bu da nə olacaq? Bu da olacaq konmutasiya. Demək, axırıncı situasiyasına baxaq uşaqlar. Situasiyasında bizə deyir ki, 45% natrium yodid məhlulu elektroliz edilir və ayrılan hidrogen qazı 61,5 qram nitrobenzolla reaksiya daxil olur. Demək, bizdən indi gəlin görək nə soruşur. Elektroliz zamanı alınan natrium OH-ın kütləsini və anodda ayrılan maddənin mol miqdarını hesablayaq. Demək, birinci elektroliz tənliyini yazaq uşaqlar bunun. Natrium yodiddir. Demək, bu elektrolizi uğrayanda aydın məsələdir ki, katodda hidrogen əmələ gələcək, anodda yod və məhlulda da natrium hidroksid çıxacaq. Reaksiyanı yazandan sonra əmsallaşdırırıq. Əmsallaşma demişik, hardan başlayırıq? Anoddan başlayırıq. Anodda yod 2 dənədir, ancaq sol tərəfdə 1 dənə olduğu üçün natrium yodidin qabağına 2 əmsalı yazırıq. Ona görə natrium OH-ın qarşısına da 2 düşür və suyun qarşısına da 2 əmsalı düşür. Reaksiyamızı yazdıq, əmsallaşdırdıq. Və burada indi natrium OH-ın kütləsini tapmaq üçün uşaqlar biz tapmalıyıq ki, bu qədər nitrobenzolla reaksiya giribsə, həmin bu hidrogen, bizim nə qədər hidrogenimiz alınır. Demək, nitrobenzolla hidrogen reduksiya olunanda bu zamanları 3 mol hidrogen istifadə olunurdu və anilin alınırdı. C6H5NO2 və bir də H2O. Və 3 mol bu zaman hidrogen istifadə olunur və burada demək
Nəyinin formulu 123 qram. Demək 123 qrama 3 mol hidrogen istifadə olunubsa, onda 61,5 qrama x mol hidrogen istifadə olunub. O da olub nə qədər hidrogen? 1,5 mol hidrogen. Demək buradan 1,5 mol hidrogen alınıb. İndi gəlin baxaq, bizdən soruşur ki, alınan natrium OH-ın kütləsi. 1,5 mol hidrogen alınanda x-dır. Onda 1 mol hidrogen alınanda da 80 imiş. Onda nə qədər natrium OH alınıb? 120 qram natrium OH alınıb. Çünki 1 mol hidrogen alınanda 80 qram alınırsa, 1,5 alınanda da 120 qram natrium OH alınır. Demək, birincini tapdıq, nə oldu? 120. İkincidə gəlin görək bizdən nə istəyir və A notda ayrılan maddənin mol miqdarı. Buradan baxırıq ki, 1,5 mol hidrogen ayrılanda A notda yod ayrılır. Yod da 1,5 mol olur. Daha doğrusu 1 mol hidrogen ayrılanda 1 mol yod alınırsa da 1,5 mol hidrogen ayrılanda da 1,5 mol yenə yod ayrılacaq. İkinci də olacaq nə? 1,5 mol. A notda ayrılan maddənin mol miqdarı. 29-cu testdə baxırıq. Nitrobenzol və hidrogenlə reaksiyasının tənliyini yazıb əmsallaşdırın. Yazdıq, əmsallaşdırdıq burada biz elə onu əvvəlcədən. Reaksiya nəticəsində əmələ gələn anilinin kütləsini hesablayın. Demək, burada anilinin emerini verib 93-dür. Yazırıq ki, 123 qram nitrobenzol reaksiyaya girəndə 93 qram alınırsa, onda 61,5 qram reaksiyaya girəndə nə qədər alınır? X alınır. O da bunun yarısı eləyəcək olacaq nə? 46,5 qram anilin. Demək, burada da cavab olacaq nə? İkinciyə 46,5 qram reaksiyamızın tənliyini də yazıb əmsallaşdırmışıq. 30-cuya baxırıq. 45% məhlulda olan suyun kütləsini və elektroliz zamanı sərf olunan suyun mol miqdarını hesablayın. Demək, uşaqlar, 45% məhlulda suyun kütləsini tapmaq üçün biz məhlulda natrium iodidin kütləsini tapa bilərik. Onu da nəyə əsasən tapacağıq? Burada alınan hidrogenə görə tapırıq. Demək, baxırıq ki, 2 mol natrium iodid 2 mol natrium iodid elektrolizə uğrayanda 1 mol hidrogen alınıbsa, 1,5 mol hidrogen alınanda onda x mol natrium iodid olar, o da olar 3 mol. İndi gəlin görək 3 mol natrium iodidimizin kütləsi nəyə bərabərdir ki, o 45% təşkil edib məhlulda. İndi natrium iodidin burada emerini bizə nəsə verməyibdir. Verməyib, çarda yox, verməyib. Demək, 23 natriumdur. Yodun ayeri isə 127-dir. Toplayırıq, eləyir neçə? 0,4, 150. Aha. Heç nə, buradan tapırıq ki, 150 qram, yox, 3 vurulsun, 150 qram, 45%dirsə, aydın məsələdir ki, 55% də bunun nə olacaq? Su olacaq, o da olacaq x. 3-ü buna vursaq neçə eləyər? 450 ilə bunu 450 kimi yazaq ki, ixtisar getsin. Burada qalar 1, burada qalar 10. O suyun kütləsi eləyəcək 550 qram. Sonra deyir ki, elektroliz zamanı sərf olunan suyun mol miqdarını hesablayın. Demək, elektroliz zamanı 1 mol hidrogen ayrılanda 2 mol su sərf olunur. Demək, 1 mol hidrogen alanda 2 mol su sərf olunur. İndi bizdə nə qədər hidrogen alınmışdı? 1,5 mol. Yəni 1,5 mol hidrogen alanda nə qədər, neçə mol su sərf olunacaq? X su da olacaq nə? 3 mol. İndi bu tənasibi biz çox şeyə görə qrup suyun miqdarını tapa bilərik. Bəzi çox şeyin məsələn, alınan natrium OH-ın kütləsinə görə də suyu tapa bilərik. İndi mən burada hidrogenlə hesablamaq daha asan olduğuna görə hidrogenə hesabladım. Demək, alınan suyun mol miqdarı nə oldu? 3 oldu.